Buradan ağıl dişini çəkəcəyik. Bu ağıl dişinin balaca bir hissəsi görünür. Gömülü də ağıl dişidir. Bax, təsəvvür edin ki, buradan bu tərəfəsi görünür. Bax, bu hissələri görünür də o digər dişin. İndi bu ağıl dişini çəkəcəyik. Bir rentgen görüntüsünə də baxsaq, baxarıq ki, necə vəziyyətdədir. Üzərini diş əti örtüb, qismən də bu hissələrdə də sümük örtüb. Bu rentgen görüntüsünə görə də indi bunu çəkəcəyik. Ümumi dişlərdə breket müalicəsi lazımdır. Bu dişlər içəridə görürük. Breketdən bunları çölə çıxartmamız lazım. Bunu isə, bu dişi isə indi çəkirik. Rahatmı? Ağrı var mı? Diş belə bir vəziyyətdə tamamən çıxdı. Köklərdə əyrilik də vardı burada. Belə çıxdı. Bax, bu kökün burulmağına baxmayaraq rahatlıqla çıxarda bilirik. Dişimiz çəkildi. Yeri də belə bir vəziyyətdə balaca bir ara buradan qoyuruq və işimiz tamamlanmış oldu. Ağrı oldu mu? Sıfır. Sıfır ağrı, elə mi? Biz ağrıdan görüb yazmışız dedi. Instagram. Instagramdan. Adam da Instagramda həkim görüb gedər. Niyə çəkmədilər sizin dişinizi? Bağlayın, rahat danışın. Qorxdular. Qorxdular. Nə dedilər ki? Baxarıq dedilər. Hə? Baxarıq dedilər. Baxarıq dedilər, amma çəkmədilər. Geçmiş olsun.